Əziz və dəyərli tamaşaçılar, bugün Məşhura rubrikasının özünə məxsus xüsusi qonağı var. Bugünkü qonağımız xüsusən 8 noyabr Zəfər günümüzə həsr olunmuş buraxılışında Nəzakət xanım Baxışovadır. Nəzakət Baxışova ta Qarabağ müharibəsindən xalqımıza hər zaman xidmət göstərən bir xanımdır. Hansı ki Qarabağ müharibəsində iştirak edib, bizim oğlanlarımızın sağalmasında böyük fəaliyyət göstərib və onun zərif, incə ruhlu bir gözəl xanım olması ilə bağlı, eyni zamanda biz onu incə sənətlə bağlayırıq hər zaman. Nəzakət xanım, öncə sizi 8 noyabr xalqımızın Zəfər günü münasibətilə təbrik edirəm. Çox sağ olun. Siz ailə xoşbəxtliyi arzulayıram hər zaman və sizin kimi xanımların və qəhrəman oğullarımızın sayəsində bugün xalqımız zəfərə qovuşdu. Başda Ali Baş Komandanımız olmaqla Allah bütün hərbiçilərimizə can sağlığı versin, qazilərimiz tez sağalsın, Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Millətimizi, devlətimizi qorusun. Amma belə bir gözəl uğurumuza, zəfərimizə çatana qədər bir yol var idi. Hansı ki o yolu gələnlərdən biri də Nəzakət xanım Baxışova idi. Nəzakət xanım, sizi tanımaq istəyirik. İlk öncə Elnurə xanım, sizə təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Bu gözəl xalqımızın Zəfər bayramı münasibətilə tamaşaçılarımızı da, bizə qulaq asan hər bir vətəndaşımızı həm minnətdaram, həm də onların hər birisinin Zəfər bayramını təbrik edirəm. Çünki bu bayram dövlətimizin, vətənimizin, hər birimizin bayramıdır. Mən Baxışova Nəzakət Cəmil qızı, Ağdaş rayonunda doğulub boya başa çatmışam. Orta təhsilimi Ağdaş rayonunda alıb, eğitimimi davam etmək üçün Rusiyanın Rostov şəhərində getmişəm. Rostov şəhərinə mən gedəndə açığı universitetin hüquq fakültəsini oxumaq üçün o niyyətlə getmişdim. Amma elə oldu ki, biz sənədlərimizi tərcümə elətdirdik, getmək. Bunlar biraz uzun çəkdiyi üçün mən gedib universitetə gecikdim qəbula. Elə oldu, mən tibb məktəbinə sənədlərimi verdim və qəbul oldum. İlk imtahanımı uğurlu başa vurub qəbul oldum tibb texnikumuna. Tibb təhsilimi aldım. Aldıqdan sonra hüquq fakültəsinin 3-cü kursunda oxuyurdum. Üzr istəyirəm tamaşaçılardan. Bir gün yoldaşım dedi ki, bəs vətənimizdə müharibə başlayıb, biz ora getməliyik. Biz orada lazım ola bilərik. Ona görə də biz vətənimizə döndük. Sağ olsun, vətənimizdə bizi işdən təmin etdilər. Bugün də mən Nizami rayon 7 saylı doğum evində çalışıram. Məni cərrahiyyə şöbəsinə baş tibb bacısı olaraq qəbul etdilər. Bir müddət işlədikdən sonra 1992-ci il müharibənin qızğın vaxtı idi. Məni hərbi hospitala 2 aylıq ezam etdilər. Cərrahiyyə tibb bacısı olaraq. Mən ezam kağızımda, göndəriş kağızımda budur. Həmin o gün siz ezam olunursunuz hərbi hospitala. Bəli. Və siz hansı hissləri keçirdiniz Nəzakət xanım? Bilirəm, siz ali təhsil alaraq Rusiyada yaşayırdınız. Ali təhsilimi yarımçıq qoydum. Hətta yarımçıq qoyaraq siz Azərbaycana 3-cü kursdan mən bura gəldim, biz bura gəlməli olduq. Yarımçıq qoydum, əfsuslar olsun ali təhsilimi. Tibb bacısı olaraq mən medtexnikumu bitirmişdim. Tibb bacısı olaraq, cərrahiyyə tibb bacısı olaraq mən 2 aylıq müddətinə hərbi hospitala ezam olundum.
Eyni zamanda sizin həyat yoldaşınız. Mənim həyat yoldaşım Əfqanistan müharibə iştirakçısıdır. Məhz ona görə də o dedi ki, necə yəni mən Əfqanistanda vuruşmuşam, öz vətənim üçün indi qıraqda, kənarda qalıb baxa bilmərəm. Yəni belə oldu, biz döndük vətənə. Siz həyat yoldaşınızla döndünüz Azərbaycana və Qarabağ müharibəsində ilkin olaraq hərbi hospitalda çalışdınız. Mən çox istəyirəm ki, hərbi hospitalda Nəzakət xanımın cərrahiyyə şöbəsində necə fəaliyyət göstərdiyini görəsiniz və birbaşa həqiqətən həmin anları siz daha yaxından yaşamışsınız. Həmin anlar bir qadın olaraq, bir ana olaraq mənim üçün də çox çətin idi. Çünki o keçirilən əməliyyatlar bir-birindən fərqli idi. Burada amputasiyalar var idi. O devir səhiyyə işçilərinin əziyyəti də çox olubdu. Biz gecə-gündüz sutkalarla, sutka yarım əməliyyatxanadan çıxmırdıq. Çıxmırdıq o səbəbdən ki, o vaxt itkisinə görə. Əməliyyata girəndə əllərin yuyulmasıdır, geyinməkdir. Bunlar hamısı vaxt aparır. Kimsə gəlib əvəz eləmək üçün bunlar vaxtdır. O 3 dəqiqə, 5 dəqiqə bizim üçün onda böyük bir bəli. Biz onda o 3 dəqiqə, 5 dəqiqəyə kimisə biz xilas edirdik. Ona görə biz sutkalarla əməliyyatxanada çalışırdıq. Gecəni günüzə qayıtıb. Bəli, gecəni günüzə qayıtıb. Oğullarımızı xilas edirdiniz. Bəli. Allah sizi var etsin. Bugün soruşsanız ki, neçə dəfə qan vermisən, mən onu dəqiqliyi ilə deyə bilmərəm. Bax, mən o ana qayıtmaq istəyirəm, Nəzakət xanım. Mən eşitdiklərimin, daha doğrusu da önə gələrəkdən sizdən bunu soruşmaq istəyirəm ki, siz, mən bildiyimə görə, bir gün ərzində hətta dəfələrlə qan vermişsiniz. Amma bir gün ərzində bir neçə dəfə qan vermişsiniz. Bu necə olub? Elnura xanım, bugün müqayisə edəndə həm çox inkişaf etmişik, cənab prezidentimizin sayəsində, Allah ona can sağlığı versin. Buradan prezidentimizi də təbrik edirəm bu bayram münasibəti ilə, Mehriban xanım Əliyevanı da təbrik edirəm. O vaxtdan indini müqayisə edəndə, o vaxt çətin idi, işimiz çox çətin. Bugün hasaddır, paketlərdə hazır hər qrup qanı var. Onda yox idi. Bugün steril paketdə saplarımız var. Yəni, bugünlə müqayisə edəndə o vaxt bunlar yox idi. Onda da biz SSR-dən ayrıldığımız bir vaxt idi. Alası bir kömək, alası yerimiz də yox idi. O vaxtlar hərc-mərclik, bəli, çətin vaxtlar idi. Bəli. Ona görə, yəni o qanun da köçürülməyi üçün etaplar var. Orada o vaxt o vadennoy banya deyilirsən, o çaşka petrik çaşkasına qan tökürsən, onu donorun qanı ilə uyğunlaşdırmaq, bunlar hamısı vaxt aparır. Yəni o vaxt belə bir proses idi. Bugün şükür Allaha hazırdır. Hazır paketlərdədir hamısı, yəni o çətinliklərimiz yoxdur. Sizin o əməyiniz, zəhmətiniz nəticəsində sizin kimi xanımlar, belə deyək, o gecəsini gününüzə qatıb işləyirdiniz və vəzifə borcundan da artıq siz xidmət göstərirdiniz. Və bugün şükür Allaha ki, bax, zəfərimizdən danışırıq, zəfərə döndük. Amma çox şükür Allahımıza və həmin yolda, həmin zamanlar var idi ki, hansı ki siz gəldiniz Azərbaycana və ürəklə sarıldınız vətənə xidmət eləməyə. O həmin anlarda sizin fikrinizdə rahat yaşamaq, həmin vaxtlara dönməkmi, yoxsa birbaşa ön cəbhəyə getmək, əskərlərimizin xidmətində durmaq? İnanırsınız Elnura xanım, mən açıq deyəcəm, mənim Rostov şəhərində, Rusiyada çox gözəl yaşayışım var idi. Yoldaşımın da həmçinin, yoldaşım Əfqanistan müharibəsi iştirakçısı olduğu üçün ona daşı şəhərin sentrində evdən də təmin etmişdilər, bəli. Yəni işimiz gözəl idi, işimdə sevilirdim. Yəni baxmayaraq biz belə laqeyd qala bilməzdik. Doğrudan biz yoldaşımla çox vətənpərvər bir insanıq.
Biz Allah bütün sizi o, var etsin. yenə deyirəm, mənim həyatda elə bil ən böyük arzum hüquqşünas olmaq idi. Mən baxmayaraq onu 3-cü kursdan atıb vətənimə döndüm. O Hüquq fakültəsinin 3-cü Bəli. kursunu dayandırıb vətənə qayıdır. Bəli. Bax, həmin xanımdır, Nəzakət xanım. Bu gün mən heç də peşman deyiləm. Yəni heç də qətiyyən peşman deyiləm. Mən nabarot fəxr edirəm. Fəxr edirəm ki, mən vətənimin keşiyində mən də bir əskər olmasam da, əskər kimi 9 ay az müddət deyil. Demək olar bir əskərin Bu da çəkdiyi o xidmət, bir Nəzakət xanım. xidmətdir. Sizin etdiyiniz, danışdığınız bayaqdan bütün o düşüncələriniz, fikirləriniz, əməliniz hər biri üst-üstə düşərəkdən böyük bir tarixdir və qəhrəmanlıqdır. Siz də Onu da xidmət demək edirsiniz. istəyərdim ki, Elnur xanım, mənim gəldiyim devirdə hərbi hospitalda əksər ruslar işləyirdi, bir də yevreylər yəni işləyirdi. O devirdə onlar panikaya düşüb gedirdilər, köçüb gedirdilər. İnanın ki, o vaxtlar cərrahiyyət tibbacısına çox böyük ehtiyac var idi. Mən 2 aylıq müddətində ezam olunmuşdum. Ezamım mənim sona bitdikdən sonra polkovnik cərrah İbrahimov Məsim doktorun xahişi ilə mən yenidən qaldım. Yenidən mənə artırıldı ezam müddətim, yenidən qalıb işlədim. Çünki ehtiyac çox idi o vaxt cərrahiyyət tibbacılarına. Çünki Həm həkimlərə ehtiyac var idi, həm tibbacılara ehtiyac var idi. Mən yenə müqayisəyə qayıdıram. Çünki bugün doğrudan da tibb ocaqlarımızda mərkəzi steriliza olunan yerlərimiz var. O vaxt bunları da biz özümüz eləyirdik. Əməliyyatda sutka yarım durmaqdan sonra çıxırdım. O sterilizasiyanın, materialların düzəldilməsi, çünki o materialı düzəltməsən növbəti əməliyyatı necə edə bilərsin? Ona görə, yəni ki, müqayisədə çox böyük fərq var, əziyyətimiz çox olubdur. Bu sənədlərin içində sizin veteran olmağınızı sübut edən sənədlərdir. Müəyyən qurumlar tərəfindən və mən bilirəm ki, siz Yeni Azərbaycan Partiyasına hər zaman fəal şəkildə fəaliyyət göstərən bir xanımsınız ki, hər zaman 7 saylı doğum evindən mən bilirəm ki, göndərilirsiniz Yeni Azərbaycan Partiyasının bütün tədbirlərində biz Nəzakət xanımı görürük. Nəzakət xanım fəal fəaliyyət göstərir. Eyni zamanda Yeni Azərbaycan Partiyasının üzvüdür və burada geri gəlmişkən sizin Nizami rayon Yeni Azərbaycan Partiyasına təşəkkürnaməniz də var və qardaş Türkiyədən sizin Qarabağda xidmətinizə görə mən bilirəm ki, siz bir zamanlar eyni zamanda diplomla, yüksək onur bəlgəsi ilə təltif olunmuşsunuz. Yəni bunlar hamısı uğura aparan yoldur. Bəli, bu tibb sənətim üzrə 1-ci dərəcəmdir. Tibb sənəti üzrə 1-ci dərəcədə. Burada Rostov şəhərində, bəli, oxuduğum tibb texnikumunun vinetkasıdır. Vinetkadır və burada bizim gənc Nəzakət xanım 8 noyabr zəfər günüdür. Millətimizin, dövlətimizin zəfəri qazandığı gün. Bu gündə doğulan hər bir körpəyə hansı arzuları arzulayardınız? Analara nə deyərdiniz? Anaların hər birinə tövsiyə edərdim ki, evlatlarını vətənpərvər böyütsünlər. Vətənin hər biri xidmətində dursun. Onlar heç vaxt unutmasınlar ki, mən Qarabağlı, Şuşalı deyiləm, orada olmamışdım. Sağ olsun bizim Yeni Azərbaycan Partiyasının sədri cənab Vəlibəyev Ramil müəllim bizi öz təşəbbüsü ilə qrupu olaraq apardı. Mən o sıldırım Şuşanın, o sıldırım qayalarını görəndə bir qadın olaraq, bir ana olaraq mən gördüm ki, bizim o orada can qoymuş, can vermiş əskərlərimiz nə əziyyət çəkib, o daşlı qayanı onlar necə dırnaqları ilə, dizləri ilə sürünə-sürünə çıxıblar. Yəni,
bu zəfəri qazanmaq elə də hasand olmayıbdı. İstərdim ki, hər bir Azərbaycanda, hər bir böyüyən evlatlarımız bu zəfərin necə çətin əldə olduğunu dərk eləyib, vətənpərvər böyüsünlər. Bunu Zəfərimizi istərdim. qorusunlar. Zəfərimizi qorusunlar. Biz çünki onu çətinliklə qazandıq. Nə qədər şəhidlərimiz oldu. 30 il, Nə qədər 30 il qazilərimiz əziyyət var, çəkildi. bəli, Faciələr yaşandı, bəli. soyqırım yaşandı, Nə qədər oğullarımız xalqımız yerindən, şəhid oldu. yurdundan oldular, şəhid oldular. Yəni bu yolda bunu heç vaxt unutmasınlar. qaçqınlarımız, məcburi köçkünlərimiz, Orta məktəblərdə də istərdim ki, yəni bu ardıcıllıqla aşılansın. Birinci sinifdən. birinci axıra sinifdə, qədər, tamamilə bəli. doğrudur. Ki heç kim bunu heç vaxt unutmasın. Hərbi hospitalda işləyirdiniz və həmin anda sizin gözünüzün qabağında baş verən hadisələr, hansı ki o oğullarımızın həmin an dəstəyinə siz yetirdiniz. Bax, həmin anlardan yola çıxaraq, bilirəm ki sizin uzun illər, hətta indi də yatanda yuxularınıza girir, gözünüzün qabağına gəlir və ana deyəndə, bacı deyəndə əllərindən tutmusunuz və indi analarımıza nə demək istəyirsiniz? İşləyən xanımlarımıza, belə deyək, sizin kimi tibb bacılarına nəyi demək istəyirdiniz ki, hansı ki siz o anları yaşamısınız, indi onlara demək istəyirdiniz ki, onlar da eynən xidmət göstərsinlər? Bəli, Elnurə xanım. 92-ci ildə o əməliyyatlarda mən yenə deyirəm ki, bir qadın olaraq, bir tibb işçisi olaraq o əskərlərimizin iniltisini, qanın içində olmalarını, o amputasiyaları görən bir insan kimi, o işlərin məhz içində işləyən bir insan kimi mən o həyəcanı yaşamışam bir qadın olaraq. Onda mənim 26 yaşım var idi. O gənc yaşımda mən o stresi, o həyəcanı yaşamışam. Bəlkə də bəziləri deyər ki, yəni bu neyiniyib? Yəni mən o hissləri, o həyəcanı yaşayan bir insanam. İnanın ki, aylarla, bəlkə də illərlə gözümü yumanda o amputasiya olunan hissələr gözümün qabağına, o iniltilər, o qanlar, hərçənddir ki, düzdür, bizim sənətimizdir, işimizdir. Amma bilirsiniz, istər-istəməz nə qədər işimiz də olsa, biz də insanıq. O iniltilər, yəni biz onu yaşamışıq. Ona görə də mən xahiş edərdim, tövsiyə edərdim bütün valideynlərə, bütün məktəbdə müəllimlərə, şagirdlərimizi, evlatlarımızı vətənpərvər ruhunda böyüdək. Onlar hər bir şəhidimizin o çəkdiyi əziyyəti heç vaxt unutmasınlar. Bir pandemiya oldu, Covid-19. Bəli. Bu pandemiya devrində bütün səhiyyə işçilərinə bahəm siz də gərgin çalışırdınız. Bəli. Bax, həmin anlarda da eyni zamanda necə ki ön cəbhədə, belə deyək, hospitalda çalışırdınız və burada da xalqımızın yenə də qulluğunda dayanırdınız. Bəli. Bu Covid ərəfəsində də səhiyyənin əziyyəti danılmazdı. Çünki hər bir insan, açıq desək də, öz canını sevir. Amma baxmayaraq, bu bizim həm sənətimizin borcumuzdur. Yəni biz bu korona devrində də gecə-gündüz səhiyyəmiz, təbibimiz çalışıb xalqımızın qulluğunda durmuşuq. Qarabağ müharibəsində, vətən müharibəsində millətimizə, xalqımıza xidmət göstərirsiniz, tibb bacısı olaraq. Amma siz 7 saylı doğum evində hər dəfə o körpələrin doğum evindən evlərinə gedərkən mən şahid oluram ki, siz nə qədər sevinirsiniz. Və siz indi daha da böyük bir xidmətdəsiniz ki, hansı ki gələcəyin əskərlərini, gələcəyin xanım-xatın, qızlarının doğuluşunu görürsünüz. Və onları hansı ki öz evlərinə yola salırsınız. Hansı bu onur hissindən, bu qürur hissindən danışmanızı istəyərdim? İlk növbədə mən çalışdığım tibb ocağının müdiriyyəti Vəfa xanım Hüseynzadəyə
minnətdarlığımı bildirirəm. Fəxr edirəm ki, məhz mən doğum evində çalışıram. Çünki şəhid olan hər bir şəhidin əvəzinə biz bir körpə dünyaya bəxş edirik. Mən bununla fəxr edirəm. Bizim o şəhid olan qardaşlarımızın şücaəti, əziyyəti çox olub. Bugün o danılmazdır. Onların, mən özlüyümdə də bunu belə fikirləşirəm ki, onların o körpələr dünyaya gələndə elə bilirəm hər birinin əvəzinə gəlir o körpələri. Mən bununla fəxr edirəm. Fəxr edirəm ki, məhz mən doğum evində çalışıram. Və biz də sizlə fəxr edirik, Çox Nəzakət sağ xanım. olun, çox Sizin sağ olun. kimi Sən xanımlarınızla fəxr edirik ki, siz necə ki vətən oğullarına xidmət edirdiniz, indi də hansı ki o körpələri dünyaya gətirən analara xidmət edirsiniz ki, onlar sağlam evladlarını dünyaya gətirsinlər. Və sizə uca Allahdan can sağlığı diləyirik. İşlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Yaxşı ki varsınız. Çox Yaxşı sağ ki olun. Azərbaycanımızın Nəzakət xanım kimi xanımları var. Çox sağ olun. Mən də minnətdaram sizə. Bu gözəl vaxtınızı sərf edib məni dəvət etmisiniz. Buradan Azərbaycanımın hər birinə buradan təbrik edirəm. Bu Zəfər bayramı münasibətilə prezidentimizi, onun xanımını təbrik edirəm. Bu qələbə bizim prezidentimizin sayəsinə, onun o dediyi kimi o dəmir yumruğun ətrafında xalqımızın birliyi sayəsində biz bu qələbəni qazandıq və qızıl hərflərlə Azərbaycan tarixinə biz bunu yazdıq ki, zəfər bizimlədir. Biz torpaqlarımızı qaytardıq. Bugün şəhidlərimizə də Allah rəhmət eləsin. Amin. Qalan qazilərimizə də Allahdan can sağlığı arzu edirik. Zəfərin mübarək Azərbaycan. Çox sağ olun. Amma bu Amin. zəfərə gedən Amin. yolda bu xidmətlər danılmazdır. Bəli, bəli. Yəni həqiqətən sizə uzun ömür, can sağlığı, zəfər qazanmış Azərbaycanda rahat, xoşbəxt həyat arzulayıram. Çox sağ olun. Hər birinizə İşləriniz uğurlu olsun. minnətdaram. Minnətdaram sizə.